Ay maşallah, içeri giden adam Ağabey, hoşam sən. Salam aleyküm, salam aleyküm. Allah xeyir versin. Xeyirli uğurlu olsun. Sağ ol. Hazırsan sabahsı günü ova. İnşallah. Lisenziyanı götürmüşəm ha. Əla, super. İnşallah bax değerli dostlar. İlk ovumuz lisenziyamız ekrana gələcək. Lisenziyanı götürmüşük. Bəli. Amir qardaşımla ova gedəcəyik. Necə ki demişdim ki, hökmdar silahını əldə eləyən kimi ova gedəcəyik. Düzdür? Bəli. Penta silahı ilə sən gedəsən, Bəli, hökmdardan mən. İnşallah bax, bəzi ova aid olan avadanlıqlar çatışmıyor, onları götürməyə gəlmişəm. Bir də ki fişənglərindən də sterling götürər bir də sterling. İnşallah Gərəfov olacaq. Gərəfov olacaq, Xırda burada yaşlı var. qırmalardan. Xırda qırmalardan, Gərəfovdan adətən 5-6 nömrələrdən istifadə edirik. Yoxlayalım, hökmdar silahın bəzi yoldaşlara qaranlıq qala bilər nəsə, ancaq mən o silahla ilk atışlarım olacaq. Amma irəlidə daha çox atışlarım olacaq. O ilə çox şeylər sübut edəcəm mən. Bəli. O negativ hallar olur ki. Bəli. Orada kommentlərdə yazırlar ki, belədir. İnşallah həmin o kommentlərə qarşı biz orada sübut edəcəyik ki, hökmdar nə qadirdir. Və dekabr ayında. Bir də üzr istəyirəm, Amir. Bizim ofçu yoldaşların bəzi suallarını cavablandırmaq lazımdır. Qarşıda dekabr ayı gəlir. Siz mənə demişdiniz ki, bəzi yeni il münasibətilə və Dünya Azərbaycanların Həmrəylik Günü münasibətilə bizim kampaniyalarımız olacaq. Və həmin kampaniyalar barəsində, endirimlər barəsində zəhmət olmasa bizim ofçu yoldaşları məlumatlandırın. İlk öncə Zar qardaşım, mən də öz adıma düşən və Elmar Ofçuluq adından hər birinizi salamlayıram, əziz izləyicilərimizi salamlayıram və qarşıdan gələn bayramları təbrik edirəm. Biz hər il Elmar Ofçuluq olaraq, Elmar müəllim təşəbbüsü ilə endirimlər keçiririk, aksiyalar keçiririk. Bu il də inşallah ənənəmizə sadiq qalaraq aksiyalar keçiriləcək və bütün silahlarda endirim olacaq. Hökmdarlar olsun, Penta olsun, FX olsun, Bulundir olsun, Axor Armuz olsun, bütün silahlarda endirimlər olacaq və endirimlərdə nələr gözlənəcək? Bunlar da izləyicilər üçün həmişə sual olaraq qalır. Bəli, bu illərin yeni kampaniyasında inşallah ki, bizləri hansı hədiyyələr gözləyəcək, buradan vurğulayıram, əziz qardaşlar. Deməli, Remendi, yağdır, şampuldur, qatardır, tüfəngin qabıdır, də həmişə deyirəm ki, Remonun kiliyyətidir. Bizdən Elmar Ofçuluq adından alıcılarımıza hədiyyə olacaq inşallah. Bəli. Orada da inşallah ovda da atışlar olacaq, Penta silahından dediyiniz kimi çəkişlər inşallah Bir də ki, silahların qiymətindən zəhmət olur. Düzdür, indi qiymətini açıqlayıb demək olmur. Vallahi. İnşallah indi əlaqə saxlayarlar, bizlə əlaqə saxlayıb qiymətlər barəsində deyə bilər. Amma endirimlər. Mən bilirəm ki, elə bir endirimlərdir ki, indi bilmirəm, istəyirsiniz açıqlayıb deyin. Ofçu yoldaşlar bilsin. Bəli, yox, burada problemi bir şey yoxdur. Sadəcə sosial şəbəkələrdə bəzi qiymət endirimlərlə bağlı danışanda çox vaxtı məsəl üçün YouTube kanalı kəsir qiymətlərlə bağlı. Amma mən buradan yenə açıqlayım ki, hökmdar silahları hazırda 950 manatdan başlayır. Kral silahları, Kral Armuslar 650 manatdır. Aksör Armus 1600 manatdan 1450 manata yenir. Penta silahlarında da endirimlərimiz var. Yəni şirkət bu yeni il kampaniyası. Bəli, bu yeni il aiddir. Sırf nağd alışlarda bütün kampaniyaya düşən silahlar nağd alışlarda istifadə olunur. Bir də ki, zəmanət. Zəmanət, hökmdar silahının 6 zəmanəti var, Penta silahının 6 ildir, FX şirkətinin onların 2 zəmanəti var, Axorlarımızın 2 rəsmi qarantisi var. Bildiyimiz kimi bizdə 7 şirkət. Hər hansı bir detalında problem yaranırsa, həmən gətirsin və bəli, dərhal. Həcəm dəyişilməlidirsə dəyişilir, ehtiyat hissələri 3 səfər ehtiyat hissəsi dəyişəndən sonra görürsən ki, həqiqətən silahla problem var, yeni silahla vətəndaş Bir də üzr istəyirəm, bir də bildiyimə görə hər silahların ümumiyyətlə lüləsində problem olarsa, o heç bir yerdə dəyişilmir. Amma sizdə hansı silahlar lüləsində problem yaranarsa, biz zəhmət olmasa onun haqqında. Bax, bəzi şirkətlər var ki, lüləyə qarantini verilmir. Ümumiyyətlə, dünya silah sənayesində lüləyə qaranti yoxdur. Çünki satış məntəqəsi şəhərin tərəfindən atış zamanı yanında olmur və sübut eləmək çətin olur. Amma biz yenə də köməyimiz göstərir. Tutalım ki, onun qiyməti 200 manatsa, onu yarı qiymətlə Elmar Ofçuluqdan əldə etmək mümkündür. Bəzi silahlar var ki, məsələn, qızıl zəmanət verilir. O silahların lülə daxil. Qızıl zəmanət verilən silahlara lülə daxil zəmanət verilir. Bax belə yoldaşlar, dekabr ayında kampaniyalara start verilir. İnşallah hökmən yolunuzu tutun Elmar Ofçuluq dünyasına. Bu kampaniyada mütləq yararlanın. Yəni bu belə bir şey, belə deyək də, ildə bir dəfə olur. Hansı ki o dediyiniz o məşhur silahlar var ki, onun qiymətləri çox aşağı düşür və həmin an dekabr ayında əldə edə bilərsiniz. Bir də ki, ayın neçəsinə kimi bu davam edəcək? Düz ta 31-nə qədər, dekabrın 31-nə qədər kampaniyamız davam edəcək. Bir də ki, bir şey vurğulayım ki, əziz izləyicilər, əziz ofçu yoldaşlar, şəhid ailələrdir, veteranlardır, qazilərdir. Bunlar üçün ilindən, ayından, fəslindən asılı olmayaraq hər zaman endirim kampaniyası var. Çox gözəl. Bizə düşən pay, yəni az da olsa bizim boynumuzun borcudur. İnşallah ki, onlar qayğısını çəkər. Çox sağ olun, çox təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm müəllim. Gəlib agah elədiniz bizim yoldaşları, məlumatlandırdınız.
indi məndən patronun sterlingimi ver. Sən də İnşallah. hazırlaş sabahsı günü üçün Bəli. mütləq növbəti ardıcıl çəkilişimiz ora çatana düzdür. Yol uzadı başqa yer çəkməyəcək, çox uzun uzadı olur. Düz Qamışın qırağından o girdiyimiz yerdən çəkilişimiz davam edəcək. İnşallah mən bir şey vurğulamaq istəyirəm ki, nə xoş mənim halıma ki, gedirəm belə ustadla inşallah. Öyrənməli lazım olan öyrənməli şeylərdə daram inşallah ki. Təşəkkür. Təşəkkürlərim. İnşallah sabah görüşərik. Sterling. Bəli, sterling patronlarından götürək. Hayır, hava yaxşı 32 qramdan istifadə edək. 32, 34 də ver, qırmızıdan. Qırmızı patronlardan 34. Bir. Yuxarıda. Sonra nə götürək? Heç bir şey. Mənim patron idi, bir də ki oradan şey götürəcəm, bəzi şeylər götürəcəm. Heç bir şey. Sabah hazır Geyimi olacaq, kesin, hər şey var, şükür Allah. çəkilişin davamlı orada olacaq. İnşallah. Mən Amil Abbasitoğlu və Zaur İsmailovu inşallah səhər orada. Demək gəldik, çatdıq, dəyərli dostlar. Qamışın qırağında yox. Mən Amil Abbasitoğlu və Zaur İsmailovun təqdimatında inşallah yaxşı maraqlı ovları sizlərə təqdim edəcəyik Allahın izni ilə. Vaxtımız azdır, biraz tələsirik. Yenə həmişəki kimi Amil, mən gecikdirirsən də sən. Bax, nə deyirdim sizə? Həmişə mən təhlükəsiz qaydalarını deyirdim ki, bu barədə danışacağam. Bəzi yoldaşlar tüfəngi açıq patron qoyur maşına. Yəni o qaydalar, yəni ovçuya yaraşmayan bir qaydadır. Suyun qırağına çatdın, silahı qovurdan çıxar və get ovu elə ki. Deməli, Hökmdar silahı. hökmdar, bəli, hökmdar silahı. Fişənglərdən deyim, fişənglər. Yəni biz quşun ölçülərinə görə, yəni balaca böyükdə qramajları götürmüşük. 4, 5, 6, 7, 8, 9 beləsinə götürmüşük. Yəni cürbəcürdür. Ovumuz Gərəf ovunu olacaq inşallah. Cürok ovuna Bəli, gəlir. olarsa yaşılbaş dəndə olacaq inşallah. 10 nömrə, Silah, 8, 9 bax nömrə. yenə də hökmdar. Sən Və də Penta Armız. İnşallah nəyə qadir olduğunu 7+1, və 9 artı 1 tuşla demişəm. 10 atılan. 12 kalibr. Bəli. İlk atışım olacaq bu silahla. İlk atışım. İnşallah nə olacaqsa çəkib göstərəcəm. Tadıqdan götür. Allah üçün ya. Bir xeyla qamışlığına gedəcək piyada. Qamışlığına piyada gedib. Yəni harda ov elədiksə, oranı tapıb, pasatkalarımızı sətib. Eləyəcəm, gələcəm. Yəni elə yerlərdir ki, yəni gələn olmayıb deyəni. Heç nə yoxdur. Mən patron qoymuram tüfəngə. O yerinə çatmayınca. Buna bax. Gör hardan keçir. Buradan da Elmar qardaşımıza qucaq dolusu salamlar göndərdik. Özü burada olmasa da yəni inşallah vurduğumuz quşları bir yerdə yiyəcək. Pişirib yiyəcək. Həm də oradan çəkilişdə çəkəcək inşallah. Yox, bizim də çəkilişimiz uzundur da dostlar izləsin axıra kimi. Yəni bu ilə bitmir. Ov eləməklə bitmir. Bugün ən sat vermiş inşallah. Buna bax. Yol açıq. İçində buranı mən bir şey qoymuram. Narahat olma günə. Ovun ləzzəti budur da. Ovun ləzzəti bax budur. Dostlar demək, bayaqdan Amil qardaşımız deyir ki, tüfəngin burnu olana, mən yəni yadınızda qalsın ki, ov yerinə çatmayınca təhlükəsiz qaydaları. Bəli, onu mən hər dəfə Tüfəngə fişəng qoymayın. Qamışda keçəndə çox hadisələr ola bilər. Bəli, elə ona görə də mən vurğulayıram. Bu orada kommentlərdə 100% yazırlar ki, Amil qardaş niyə elə deyir. Bəzi insanlar var, o
mövqeyinə çatmamış, atış mövqeyinə çatmamış patronu doldururlar və qamışlıq ərazidən keçərkən bədbəxt hadisələr baş verir. Bəli, Dəfələrlə bəli, olub. bəli. Ona görə də hər dəfə ova gedəndə məndən sizə bir, necə deyim, bir əmanət, dəyərli dostlar, həvəskarlar çoxdur. Ov məkanına, yəni təyinat nöqtəsinə çatmamış, tüfəngin içinə patron qoymuyor. Bir nömrə təhlükəsizliyi təmin edir. Çünki Bəli. yanında dostların olur, ətrafda yaxın dostun olur, həvəskar olur, bilən də var, bilməyən də. Ona görə mən onu vurğulayıram zaten. Tamamilə doğrudur. Bir də bizim lisenziyamızda nədən ibarətdir? Adama 3 ördək, 3 qaşqaldaq yəni icazə verilir. İnşallah biz də çalışarıq qayda qanunlara riayət eləməyə. Bəli. Bəli. Atma, atma. Hele atma. Ay yukarı atma. Daha bir şey yok. Bir daha atma. Aral. Biraz oldu. Biraz oldu. Əziz dostlar, pasatkalar tökdük. Maket ördəklərimiz tökdük. İnşallah hər birinizə uğurlu ov arz edirəm. Biz də həmən uğurlu ovların içərisində. Zaramı, ağıl nə kəsir buradan? Ağlım təzə yırtdı vallahi, nə deyim. Ova ilk gəlişimizdir. Görək də, su da təzə gəlib. Bəli. Bilmək olmur. İndi yoxlamağa gəlmişik. Tərəfozda var. Hə. Tərəfozda işlər içər, hava bir. Qırağa ola bilsin işləyər. İnşallah. İndi çağıracaq, oraya yaşılbaşın xoruzu ilə fərəsi getdi. Sən bu tindən durub solu gözləyəsən, mən buradan durub sağımı gözləyəcəm. İnşallah, inşallah. Allah Uğurlu ovlar. İndi patronu doldurma qaydasını, biraz daha təhlükəsiz qaydasını danışaq. Yerimizdə düzəldək. Ondan sonra başlayarıq ovunu verək. İndi Dəyərli dostlar, qamışı sındırarkən qamışa diqqət eləmək lazımdır. Çox da sındırmaq lazım deyil. gözün altının hündürlüyündə. Elə bir mövqe tutmalısan ki, quş həmən sınıq qamışları görüb və hürkməli deyil. Bu ən əsası buna diqqət etmək lazımdır. Gözün altının hündürlüyündə. Yəni öz boy hündürlüyündə Qabaq hissəyə dəyməsin də olar, amma arxa hissəni, yuxarıda tutub burasındasan. arxa hissəni mütləq qırmaq lazımdır. Düş aşağı düş. Başlayıb işləməyə quşlar. İnşallah. Orada kuş uçur. Sən öz yeri düzəld, əl gəzdir. Yəni yaxın kəmin hazır. Evet, tamam. Bu deyil, bacırokdur, o sürüylə vaba. Gör nə qədərdir, bax. Bu deyil, sürüylə gedir, gördün? Qamış üstü. Hanı süroklar? Cırok deyəndə yəni gəraq da gəraq. Ova gələrkən məndən sizə bir tövsiyə, belə döyüşə çıxmasın. Ən əsası davranış qaydaları, silahla davranış qaydalarına riayət etmək lazımdır. Çünki bədbəxt hadisələr çox olur. Allah uzaq eləsin, o hadisələrdən yan keçmək lazımdır. Birinci növbədə çox adamlar deyir, 5 aslan içinə necə baxmaq olar? Bax, 5 aslanı bu formada tutursan, içinə baxırsan. Yəni ki, ola bilər ki, birinci zəhər götürür, içində əski qala bilər, Bəli, nəsə bir şey bəli. düşə bilər. Mütləq içinə baxmaq lazımdır. İnşallah ki, ilk Zaur müəllimin atışı olacaq hökmdar. Dəfələrlə olub hökmdarla. Amma şəxsən özünə məxsus atışları inşallah burada eləyəcək öz silahı ilə Zaur İsmailov. Hökmdar ailəsindən də hədiyyədir Zaur İsmailov. Doldurarkən bəzi insanlar var buradan qoy patronu, buradan qoyur. Mən sizə tövsiyə edirəm ki, buradan qoymayın. Ola bilər hər hansı bir silahda nasazlıq mı olar, ilk atışlarda problem olar, çivi deyirlər, mil uzun ola bilər. Silahdan atış açıla bilər, atış açıla bilər daha doğrusu. Ona görə də birinci çətin ayağa, qarış, zatvoru buraxırsan. Əsas qanunlarından biri də. Birinci formada qoyursan, patronu çağırırsan və öz xoşu ilə patronu aparır. İkinci patron, 3, 4 və 5-ci patronumuz. Düzdür, silahımız 8 atılandır, 7 atısı 1-dir. Biz 5 dənəsi bəs eləyər bizə. Bəs eləyər, bəli. Ən əsası
davranış qaydalarına riayət etməkdir. Və Qorucu bağlandı. Qorucu bağlandı. Qorucu Qorumada- mütləq bağla, gözlə kimi. Ağzı yuxarı şəkildə sol qolun üzərində qoyaraq öz hədəfi, öz ovu gözləyirsən. Hamıya uğurlu ovlar inşallah. İnşallah, inşallah. İzləməkdə davam edin. Super kadrlar olacaq. İnşallah. Dəyərli dostlar, demək danışarkən arxadan 3 dənə yaşılbaş gəldi. 3 dənə yaşılbaş gəldi. İnanırsan ki, tez çəkilişi saxladıq. Üsbət ilənmədi, uçdu getdi. Bir dəstə də gəraf gəldi, getdi. Başımız çəkilişə qarşımışdı. Yəni, ləzzət verir quşun gəlməyi. Əladır. Burası da indi başladı. Hələ güllə atmamışıq. Allahın köməkliyi nə olsa çəkib göstərəcək. Amil, əsas solu gözlə. Quş fikir versən soldan gəlir. Quş deməli soldan gəlir. Görək nətər düşür beləsinə. Gələcək, quş gələcək. Yeni bir yerdir, yəni super bir yerdir. Gələcək. Amil, sən əsas şeyi gözlə yine, solu gözlə. Mən sağıma baxacam. Yaxşı. Fırlanıb gələcək hardaysa. İndi düzdür, qaraltı geymişəm. Dostlar, yoldaşlar deyəcək ki, o qaraltını niyə geymişsən? Geyinirəm, köynəm, tərliyəm, möhkəm tərliyəm. Pasatkanı səpdim, qamışda yerimi düzəltdim. Demək, birinci gülləm, birinci quş. İlk atışım və ilk ovum. Əksən, əla. Əla, ardı gələcək. Gətirir o. Getdi o qamışa, ha. İlk ovumuz, ilk ördəyimiz, ilk gərəfimiz. İzləmədə qalın. İnşallah ardı gələr. İnşallah, inşallah. Sevirəm də belə satışları. Ay dədəvaya. Demək belə, dəyərli dostlar, hava qaraldı, bəzi kadrları götürə bilmədik, bəzilərini götürdük. Bax, beləsinə olmuş. Yəni ki, super hökmdar silahı barəsində soruşan insanlar, mən demişdim ki, mənə müraciət edərsiniz. İlk atışımdan sonra mən sizə dəqiqliyinə deyəcəm. 4'ün bir attım, 3'ün bir attım, 2'sin bir attım. Hətta 7+1 olduğuna görə 8 dənəsini dalbadala attım, yoxladım. Heç bir problem yoxdur. Yəni atışı da ləzzət verdi. Yəni təpbəsi də yaxşıdır. Və orada kadrlarda özünüz şahid oldunuz quşun vurmağın və görürsünüz, bax, ay maşallah. İlk silahım, yəni mən indiyə kimi vertikal, horizontal atmışam. Hökmdar silahı 7+1, yəni pol avtomat gedir, yarı avtomat gedir. Yarı avtomat ilk silahımdır. Yəni ilk silahımda, ilk ovumda onunla uğurlu nəticə ilə. Hökmdar ailəsinə təşəkkür edirəm. Onu mənə hədiyyə edib, öz minnətdarlığımı bildirirəm və ilk ovumla da öz sözün dedi hökmdar. Kimlər ki, hökmdar arzularsa, buyurub bizimlə əlaqə saxlaya bilər. Artıq bir neçə bayramlara qədər endirimlərə başlamışıq. Kampaniyamız bəzi kommentlər yazdılar ki, zənglər də olur ki, biz çatdıra bilmədik, işlə əlaqədar uzaq rayonlardan xahiş edirik bu kampaniya müddətini artırasınız və həmən dostların xahişini nəzərə alıb düz ayın sonuna dəyər bizim kampaniyamız davam edir. Pentadan da sizdən istifadə edir. Bəli, Pentadan da mən atışlar elədim. Həqiqətən həmişə olduğu kimi Pentadan sözünü deyir, hökmdar kimi. Bu bugünkü günün, bugünkü ovumuza görə... Atışları mən qırağıdan müşahidə eləyirdim, hətta kadrlar. Bəli. Bugünkü ovumuza görə şəxsən Elmar müəllimə təşəkkürümüzü bildiririk ki, bizim üçün belə bir şərait yaratdı, gəldik, ov elədik, var olsun, çox sağ olsun. İnşallah davamlı olacaq, ovumuz davamlı olacaq, izləməkdə davam edin. Çalışacaq ki, hər həftənin 6 bazarına lisenziyamızı götürək, qayda qanuna riayət edək və ov yerlərinə gəlib, ovumuzu edib, çəkilişlərimizi çəkək və sizlərə təqdim və sizə istirahət edəsiniz. Kimlər ki də ov istəyirsə, ova getmək, yenə də bizə müraciət edə bilərlər. Biz izləyin. Köməklik edə bilərik, nömrə verə bilərik, sonra hardasa köməyimiz dəyə bilər sizə. Yəni məntəqələrlə əlaqə saxlayarıq, gedib rahat istirahətinizi edərsiniz. Osudur, bəli. İnşallah ovumuz davamlı olacaq, bizi izləməkdə davam edin. Like-ı əski etməyin. Like-ı. Getdi bax. Evet, oradan hızlı koyduk. Onlar gələnə kimi də göz düşəcək.
At. Bu nədir, bu nədir? Özüdür, özü. Sanın əl işləri. Ha, bax görsən, çox vaxt deyirdiniz ki, ova eləyirsiniz, o çıxıb qıraqda pişirmiyorsunuz, görsətmiyorsunuz. Bax bu da nə istəyirsən, bax Paris qardaşla. Ağamı tutmuşam et çöldə. Çox qaçdım, mümkün olmadı. Axırı ki çöldə tutdu mən. Sən öl çox bunlar ya. Vardı. O oxşuyur. Opeldir o. Ha? O qədər çöllərdə böyümüşəm. Hər evə gedəndə mamam deyir bala kimlərdənsən sən? Deyirəm ha burada böyümüşəm. Karışığa kuş son geberdi. Narahat olmazsan bir Vallahi Nə narahat. qədər Gel bura. Ha, ses devam. Sağlam. O ne bişirəsiz o yazar. O boduna gelir. O Paris qoşa baxır. Yok hele bişərsə o. Yoksa nəsə qatılacaq o. O indi onu üstü görəyinə bir soğanza dururlar. Salam. Bilirsiniz, tekrar çıkmasın, telefonu masanın damına koyun. Bu üstünü boşaldım da. Pazardırma eləyəm. Zaram geberdi. Ocağın yeni sene ocaq yanır. O hemen axırda taraziyə cəmdir. Geberdi. Sən də ayırmaq istəyirəm. Biraz çəkin bəri çörəyi. Gəlirlər. O, Qasım köydə, şərbətdə fısıldayan bırığın yanında. Bax, dəyərli dostlar, Masallıdan gəliblər, xoş gəliblər, səfa gətiriblər. Sağ ol. Həmişə elimizə, uvamıza xoş günlərə gəlsin inşallah. Allah canınızı sağ eləsin. Allah sizi var eləsin qardaş. Süfrəniz bol olsun. Həmişə dost qardaş qarşısına çıxmağa süfrəniz böyük olsun. Ondan da elli olsun. Çox sağ ol əzizim, çox sağ ol. Əkbər də baba kakraz momentində çatdı bir. Əşbərəm nə tər güləsə, bir dənə ördək qalmayacaq bundan. Bakın hamısını söyləmədim ha. Əkbər, kakraz vaxtında çatmısan. Mən otursum dura bilməyəcəm. Onun önündə tədarüklər Mən duracaq, sən də lazım. Uzun aman duracaq, sən narahat olma. Salamünaleyküm. Hadi. Əkbər. Xoş gördük. Keyfin əhvalın. Sağ ol, sağ ol. Ey xuyu. Agər bərdən ha? Hansını atacaq? Ayaqüstü. Müsküt, hansını atacaq? Yerdən yol gəlirəm. Bir iş olar. Məni qoymursunuz. Kimsin işi? And ol Allaha, bunun ləzzəti başqadır. Sən nə dedin? Çölün Mən ləzzəti istədim. Sən başqadır. mənə nə dedin? Dedin gəl dur gəl fısıldayan buruğun yanına. Dedin qoymursan mən oturam. Nə biçim da? Qoy ağzı açıq qalsın. Yağı getdi uji. İndi bu dəqiqə Sağla. təmində bişir. Silahların ağarırsın. Bu yoxlamaq istəyir də atmaq. Qardaş müharibəyə gəldi. Quranan bu 5 dənə silah gətirdi. 5 dənə silah. Ha bu indi. Tamam. Durduğumuz yeri dəstə də sizə. Doğruda. Salam, hoş gəldiniz. Şam nətərsən qaqa? Gəl əra. Yenə qəssumdadır bu. Hava ne yok? 5 sonra qaçtamdan çıxdı da. Sağ ol qaqa, sən nə tərsən? Şam gəl əra olsun. Salam əleykum. Yüreğim partlamır. Qoy partlasın. O sinəsi bu çörək kimi yağlı olur. Onda yeyirik. Nətər düşür belə? Nə gətirəcəksən? Qabağım. O ancaq gətirsə qabağım yuvasındakı o qamçıları gətirə bilər. Başqa heç Ha, ot da aşağı. Gəl bura. o qədər çeşid Şamşam. var ki, adam bilmir yemək yeyir. Gəl. Əkbər. Mən nə görürəm? Yine sen ne diyorsun? Mən onu hər gün yeyən adamım. Bu başqa şey. Sen o dadına baxmısan. Hiç oğlansın he. Qoy elə qabın içinə. Gəl. Niyə yenə görə ömründə elə şey yemisən sən?
Sen şerbet kırağında çok kuş yiyorsun ama o formada yemem sen. Hele bakma. Nöqtəsini tapdı. Hadi çörek ye. Ne? Ne? Ana. Şart. Uzağa Boku götürdüm. Şu yanı. Bilmirdim ördəyə girəcək. Dedim mən boku götürüm. eləmədim. Onu götürmüşəmsə bu gecə 100% var. Valla. Yaşılbaş hələ düşmür. Xamda düzdür, düşə bilər. İnşallah. İnşallah. Bir ayağında çöp var onu çıkart. Mərədə də. Hazırlaşın, çıxar. Adamı çekin bu kardeş. Devam anı. Çalış. Yarım saate Ayaqlarından gəlmədə vursan. İndidən kimin tüfəngində patron varsa çıxartsın. Patron qoymayın. Ay İsmail, çalış ayaqlarına vurub başlarına var. Uzunun arasına atın qoxusu. Hava sarısı da qaralar. Saat nə qədər? 5-ə qalıb. Ya 5'e qalıb 14 dəqiqə. Ha, getdik. Biraz yanmışlar. Sən nağarsan? Ha? Baxıram mən indi baxım görüm. Elmar. Biraz yansa koşun Nağarsan bunlara burada gir. atasın ha. Hə, yo mən bunlar harın girsə girsinlər, mən başqa Başka yer var burada. Burada başka yer var girmeye. Burada. Yo, mən bilmirəm, hara gedir, neysə hara gedir. Ha, bu ağacı. O qədər yerlər var ki. Doğru. Doğrudan burada başka yer varsa kırak. Bu yüzden orada. Uzun her öz bir tarafa gidiyor. Yo, eyni istiqamətdə gedəcək. Prosta o ağac Ayrı çatanda olur. ayrılacaq. Ha? Ağac çatanda ayrılacaq. Ha. Onları elə böl ki, onların güllələri bir-birinə satmır. Satanda da Güllə öldürmez. boy olsun da amma. Güllə boyar. Çatsın bir-birinə. Uzun menzilli. Bir-birinə çatsın. Qara tüfəng yoxsa Heç şey kim var ha, get. tüfəngilə Valla. patron qoymasın. Qara sən nə girmirsən? Yox, çıxartmaq lazımdır. Tamam sen git, İskəndər çıxart. götürmən tüfəngimi Vur git. çıxart, vur çıxart Geçti belə. sen. Sen öldür tüfəngimi. Yo, yo, yo. Yere. Yo, çıxart. Ha? Çıxart. Hele Orada sen qamış tüfəng var. alacağım. Ne yoktu? Biraz senden. Ne Vurdum yoktu? yıkılmadı. Sapok var. Yok götürmedim. Yok Bak, istemiyorum. sapok yoktu. Narahat olma. Mənim maşında var, Narahat palazda olma. sığır. Ya bak götür. Bunda var. Palazda Yok var. narahat Abi, olma. kırıkçı istemiyorum. razı Ha tamam ben gitmirəm. Ben sapok götür. Biz də Ben getmirik. götür. Götürlər. Qonaqdan uzaq qalarsan, bax. Qara qardaşım. Buradan bir qıraqda tutmuyor. O sən nə qədər saçma. Elmar nağarsın, geydim. Səs? Ha, gedək. Hayır. Onu buydur. Gəldi də. Kimə? Onu gözü bir yerdə gedək. Hə. Onsuz da eyni Nə qədər istiqamətdə gedir. səsi var? Bir də Nə bura hala bax. səsi var? Dar yanındadır. Hə. Bas çəksin. Zarı. Sən də manoku göstərdin mənə. Hə. Bax bunu mənə papam verib, özü düzəldib. Allah canı salamat. Bu qaz səsidir. Zarafatsız. İpinə də dəyməmişəm. Həmişə şas sırdı boğazından. Özü tok harda zatdı orası burası. Qazın səsinə bax. Görsən? Gör o ağın işlədir o. Sən o effektlə tutmaq lazımdır. Qamışına zadına bax. bunu sən. Mən ilk dəfə ova başlayanda, İskəndər işdirsən, ilk dəfə ova başlayanda Yəni, mən Mürvət əmi ilə, Möhbət əmi ilə, Şükür əmi ilə başlamışam. Onda 16, 17 yaşım var. Gedib baxırdım. Onlar güllə atmağına seyr elirdim. Ləzzət verirdi. Onlar başqadır. Allah canlarını salamat Allah etsin. ona can inşallah. sağlığı versin inşallah. Ulan 100 illiyində bu 100 illiyində İnşallah, yığışar. inşallah, inşallah, inşallah. Sağlıqları deyə və onların suvenirlərini də onlar kişilərə qaytarar. Tağıma bax. Tağıma bax. And ola Allah. Hə, bu o başqadır. Bax beləsin o başqadır. Allahın köməkliyi ilə. Sən nə dərdin olacaq? And ola Allaha. Bax Elmar ovçuluq, Elmar ovçuluq. Hə, bu günləri istirahətdədir. Tamam düşdü. Qonaq var. Dəyərli dostlar var. Yaxın yoldaşlar. Xoş gəliblər, səfa gətiriblər. Allahın köməkliyi ilə. Buran hardadır? Hə, Allahın köməkliyi ilə ov yerinə gedirik. Sol İndi oran çatanda çəkəcək. Gəlin bəri. Hə, bax buradan girəcəyik. Gəl. Tüfəngdə patron var, çıxardım. Gəlin bəri. Hacı bəzən buradan gedirik. Bax yaxın.
Gel. Gel bura, gel bura. Ha. Bilirəm uzaqdır, gel bura. Vay lötkü yap. Mən lötkətdə, nə? Ha, yolumuz biraz təxminən bir yarım saat, bir 20 dəqiqə çəkəcək. O yerinə satmaq üçün. Yəni qonaqlar var. Qonaqlar var. Allahın köməliyi ilə qonaqlarla birgə ovumuzu eləyəcək. Nə çəkiliş olacaqsa çəkib sizə təqdim eləyəcək. Elə biləm ki, baxıb sizə istirahət eləyəsiniz. Beş onun. Sen geldi attın ha. Başının üstüne sürü geldi attın. Yo, ben gözlerden birinci siz vurdun sonra. Vurup kaçırdılar ama bu silahda. El aşından vurdu. Analog. Ben şu meçal al yemek.